Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, hər səhər işə getməkdə çətinlik çəkən bəzi insanlar olur. Təbii ki, bu psixologiyada insanın yorğunluqdan daima qaçması və bədənin hər zaman enerjisinin yüksəklikdən aşağıya doğru çox tez sürətlə azalması. Bu nə ilə bağlıdır, yaxud nə üçün yaranır və səbəbləri və ortadan necə qaldırmaq lazımdır kimi məlumatları öyrənəcəksiniz və biləcəksiniz. Deməli, insan hər zaman ümumən enerjisinin ən yüksək vaxtı günorta olur. Yəni saat 2 ilə 5 arası ən yüksək vaxt olur və bu da nə ilə bağlıdır? Adətən sözün doğrusu havanın günəşli olması, yaxud istiliyin daha çox olması insanların necə psixologiyasına, yaşam tərzinə təsir edirsə, eynən həyat tərzinin də ən yüksək mövqesində duran bariz nümunələrdən biridir. Məsələn, fikir vermisinizsə, hava günəşli olanda, yaxud bürkü olmayan, yəni tutqun olmayan, belə baxırsan ruh yüksəkliyi verir. Bu hava şəraitində insan daha çox işinə də diqqətini ayıra bilir və yorğunluğu demək olar olmur. Amma bürkü olduğu təqdirdə sanki hava bürkü olduğu an, sanki saatin 6-dan 7-dən sonraki anını göstərirmiş kimi özünü biruzə verir. Bir növ sanki elə bilirsən ki, axşama yaxındır, bədəndə yorğunluq, ruh düşkünlüyü, əl işdən üzülür və sanki bircə evə getsəydi, yıxılıb yatardı kimi belə bir nümunə, belə bir ifadə səsləndirilir. Və nəticə etibarilə ortaya belə bir səbəb gəlir ki, hava insanın həyat tərzinə təsir etsə də, ümumən insanın daxilindən gələn, qaynaqlanan axşama yaxud 5-dən 6-dan xüsusən sonra yorğunluğa meyillilik onun gün ərzində iş prinsipinin ya zəifləməsinə, yaxud hər hansı bir növ keyfiyyətinin aşağı düşməsini gətirib çıxarır. Bu adətən, yəni düşünməyin ki, məsələn, 6-dan sonra yox, iş keyfiyyəti yüksək olur, xeyr, səhv fikirdir. Ümumən, adətən, nə üçün bəs dövlət müəssisələri, şirkət, əksər yerlərdə mühafizə xidmətləri xaric iş saatı 6, maksimum 7-nin yarısına qədər planlaşdırılır. Çünki bədən adətən axşama doğru rahatlamağa, özünü buraxmağa və belə deyim sizə, mənfiyə, yəni enerjisinin aşağı düşməsinə doğru gedir. Və heç bir insanda deyə bilməz ki, axşamları məsələn 6-dan 7-dən sonra 2 saat artıq qalıb işini işləyir. Xeyr. Diqqət etmisinizsə, orada belə bir kiçik gülüş obyekti olan bir vəziyyət yaranır. Baxırsan saat 6-ın yarısıdır, işdə hamı yığışır. Hamı qaçarağa düşüb. Hamı tez tələsir evinə. Bu da yorğunluqla bağlıdır. Ona görə hər zaman hər hansı bir bunu ortadan qaldırmanın ən yaxşı yolu, əgər axşamlar da enerji olmaq istəyirsinizsə, mütləq şəkildə, xüsusən son zamanlar qlobal səviyyədə olan telefon şüalanması, kompüter şüalanması, yaxud səhərə qədər oyaq qalıb boş-boş reelslərə baxmaq, hər hansı bir sosial platformada gəzinmək kimi pis vərdişləri, əgər həqiqətən gələcəyinizi karyera planlaması düşünürsünüzsə, bunları ortadan qaldırın. Və nəticə etibarı ilə yaşınızı müəyyən irəliləyiş saxlarında inkişaf etdiyinizi düşünəcəksiniz. Bunlar ortadan qalxdıqdan sonra. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaza bilərsiniz və ya şərh bölməsinə fikirlərinizi qeyd edə bilərsiniz. Seanslarımız əyani və onlayn davam edir və bu seanslarda hər hansı bir psixoloji yaxud həyat fəaliyyətini təsir edən mənfi nüanslar ortadan da qaldırılır. Suallarınız olduğu təqdirdə verə bilərsiniz.